Əməkdar artist Gülüstan Əliyeva günə uğurla verilişində qonaq olub. İki sahilin məlumatına görə sənətçi oğlundan danışaraq kövrəlib. O, şəhid həyat yoldaşı Zahid Əhmədovu övladı üçün əvəz edə bilmədiyini deyib. Vaxtında mən də ailəmi seçmişdim. Hər bir qadın anadır. Ata kim olur olsun övladı cəmiyyətə ötürən anadır. Övladıma ata ola bilməmişəm. Bunu 100% əminliklə deyirəm. Oğlan uşaqları üçün ata çox vacibdir. 44 günlük müharibə dövrünə nəzər salaq. O igidləri yetişdirən məhz analardır. Mənim övladım da cəbhədə oldu. Bizim analarımıza halal olsun. Lakin elə məqamlar, anlar olur ki, ata sözü yumruğu baxışı lazımdır. Çox sevinirəm ki, Ruhu şad bax olsun. bu şəhidlər qalib ölkənin şəhidləri oldular. Bəli. Birinci Qarabağ savaşında 30 mindən artıq bizim igidlərimiz şəhid oldular. Amma biz qalib ola bilmədik. Bu gün şəhid olan oğullarımızın bir fərq ondaydı ki, onlar qalib ölkənin şəhidləridirlər.